Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullah. Allah ibadət itaatlərinizi, oruç namazlarınızı qəbul eləsin. Şaban ayında orucda demək olar. Bugün bildiyiniz kimi Həzrəti Əbülfəzl Abbas ağanın mevludu idi. Sabah da İmam Səccad əleyhissalamın mevlududur. Bu mevludlar münasibəti ilə sizi təbrik edirəm. Və bu gözəl, mübarək münasibətlə əziz və dəyərli ustadımızı dəvət eləmişik. Hacı, salamu aleykum. Aleyküm salam. Mübarək olsun. Məhkum inşallah. Allah hamımıza mübarək qərar versin müminlərə inşallah. Bütün müsəlmanlara Allah inşallah bu günün bərəkətini bizə qismət eləsin. Feyzin qismət eləsin inşallah. Allah bizi sabit qədəm eləsin inşallah Əhl-i Beytin yolunda. Günahlarımızı bağışlasın, dualarımızı qəbul eləsin inşallah. Əhl-i Beytə verdiyi xeyir bərəkətdən bizə versin. Allahümmə hələl kibriyayı və ləzəmət duasında var. Allah bizi daxil elə bütün o xeyrə ki, Əhl-i Beyti daxil eləmişsən. Al Muhammed bizi xaric elə bütün o pisliklərdən ki, Muhammed al Muhammed ondan xaric eləmişsən. Allah inşallah bizə də o paydan versin inşallah. Amin. Hazır. Allah dualarınızı qəbul eləsin. Gözəl dua idi. Həzrəti Əbülfəzl Abbas ağa haqqında biz yenə də qeyd etmək istəyirəm ki, məhərrəmlik günlərində adətən danışarıq. Hətta bir gecəni ona həsr edirik. Yəni həm rozəsinin, görürsən ki, Həzrəti Abbas rozu xüsusilə Tasua ona məxsus olunub da. Və təbii ki, Kərbəlanı biz Həzrət Abbassız təsəvvür edə bilmirik və yəni, o hadisələrlə iç-içədir və ən öncül insanlardandır. İmam Hüseyin Əsəlamın bayraqdarıdır. Bizim xalqımızın da Həzrət Abbasa xüsusi bir əlaqəsi, xüsusi bir məhəbbəti olub həmişə. Həmişə. Bəli. Hacı, buyurun, istəyirəm elə bu haqda. Bismillahirrahmanirrahim. Allahın salavat salamı olsun Peyğəmbər Əhl-i Beytinə, müminlərə. Biz, Allah inşallah bizi o Əhl-i Beytdən ayrı salmasın. Adı siz dediyiniz kimi Məhərrəmlikdə, Aşurada, xüsusən Tasuanı cəmaat elə demək olar ki, özü avtomatik olub da bu elə aid eləyiblər Əbülfəzl əleyhissalama. O cəmaatın özünün belə adəti gətirib o yerə çıxardıb. Biz Əbülfəzl əleyhissalamı Kərbəladan tanıyırıq. Düzdür, onun barəsində keçmiş mərsiyə xanlarımız, ondan sonra Roza xanlarımız, şairlərimiz çox şeirlər yazıb, mərsiyələr yazıblar. Amma Əbülfəzl əleyhissalamın Kərbəlaya qədər də həyatı çox zəngin olub, özü alim olub, fəqih olub, özü döyüşü, şücaəti bizdə çox məşhurdur da, amma elmi, ondan sonra o biri cəhətləri, səxavəti, bəli, bu cəhətlər biraz, yəni o Kərbəlanın hadisəsi qalan şeylərin hamısına kölgə salırlar. Düzdür, nümunə ünvanında elə orada Əbülfəzl əleyhissalam göstərib hər şeyi. Yəni bir dənə kamil insan Allahı dərk eləmək dərəcəsi. Yəni sən də Peyğəmbər kimi, imam kimi Allah tərəfindən seçilməyən bir insan gələ o həddə çata insanlığın, o kamalın, o dərəcəsinə. O belə istər atası Əli əleyhissalamın da, deməsən məşhurdur da, 5 nəfər Əbülfəzl əleyhissalamın əlini öpüb məsumlarda, səhv eləmirəmsə. İmam Həsən əleyhissalamdır, Əli əleyhissalamdır, İmam Hüseyin əleyhissalamdır, İmam Zeynalabdin əleyhissalamdır, İmam Baqir əleyhissalam. Çünki Kərbəlada İmam Baqir əleyhissalamda 3-ə yaxın yaşı var idi belə. Və Əbülfəzl əleyhissalamın Cəməl müharibəsindəki şücaətləri məsələn çox vaxt deyilmir, orada da olub. Və əsas mən onu önə gətirmək istəyirəm. Bir ümmətin rəhbərinin qarşısında, bir insanın imamın qarşısındakı tabiçiliyi. Əsas o. Birdən o mövzu araşdırılsa, çıxsa üzərə, o çox həyatı dərslər var onun içərisində. Məsələn,
biz insanların imamətin qarşısındakı vəzifələrinin tam şəkildə icrasına adətən misal vuranda xanım Zəhra Salamova əleyhanı misal vururuq və deyirik vilayətin ilk şəhidi. Elə deyir. Ondan sonraki dövrdə onun ikinci nümunəsi Əbülfəz əleyhissalamdır. Həm elə bir əsgər kimi sərkərdənin qarşısında, həm bir necə deyərlər də, bir insan kimi, mömin kimi imamının qarşısında. Bunlar məsələn özü əsas nöqtələrdir, üzə çıxmalı nöqtələrdir, deyilməli nöqtələrdir. Məsələn, keçən dəfələrdə biz işarə elədik, Əbülfəz əleyhissalam, hətta məsələn bu sosial şəbəkələrdə də yazırsan, eləyirsən, çoxunda çıxmır Əbülfəz əleyhissalamın xütbəsi. Amma Əbülfəz əleyhissalamın Kəbənin üstündə çıxıb xütbəsi var. İmam Hüseyin əleyhissalamı ki, istəyirlər, öldürərlər. Orada müdafiə edir və İmam Hüseyin əleyhissalam barəsində orada sözlər deyir. Əvvələn özün tanıtdırır mən kiməm. Sonra deyir ki, siz bizi ölümlə qorxudursunuz. Biz uşaqlıqda ölümlə oynamışıq. Gəlib bu vaxtında ölümlə qorxacaq. Belə, ondan sonra gəlir deyir ki, bədbəxtlər, siz Allahın nə höccətini tanımısınız, nə Allahın höccətinin dəyərini tanımısınız. Siz bilmirsiniz ki, Allah əmr edib bütün insanlara gəlib beyti təvaf eləsin. Amma bəzi insanlar var, beyt onu təvaf edir. Sadəcə siz onu daxildə görmürsünüz, zahiri görünüşə baxırsınız siz bu mövzular. Yəni demək ki, bəsirətiniz olsaydı, görərdiniz ki, Kəbə sevilir İmam Hüseynin qədəmlərinə görə. Bəli, bu cürə. Sonra da ki, o Kərbəlada bir neçə dənə söz var, onu deyim ki, İmam Səccad əleyhissalama, yəni Əbülfəz əleyhissalama etiraf eləyək ki, özümüzün də mütaliəmiz azdır. Hacı, onu da deyim, məsələn, ümumiyyətlə material da azdır axı. Yəni deyirəm də əsasən o Məsələn, Kərbəla olmasaydı, xanım Zeynəb haqqında da həmçinin. Biz Kərbəla olmasaydı, demək olar ki, onların ondan əvvəlki həyatı çox Əleyhanın bir Kufədə xütbəsi var, Şamda xütbəsi var, bir miqdar Kərbəladan sonra yaşayıb məsələn, onlar biraz o xütbədə çox dərin, fəlsəfi, hikmətli xütbələrdir, konkret ayələrlə, yəni sözün danışığının yarısı elə bir 30% ayədir. Yəni danışır içərisində də öz sözünü demir və ayəni deyir. Yəni bu cürə ki, məsələn deyirlər də, Küfəllər səs deyilə bilirdilər ki, Əli əleyhissalam danışır, bəli, bu cürə. Amma Əbülfəz əleyhissalamda məsələn o ki, Kərbəladan sonra orada şəhid olur və o baxımdan mətləb azdır. Bir də belə deyək də, onun şəhadətinin əsas cəhəti əməli ortaya qoyduğu proqram. Bayaq mən dedim da, elə bir ki, o elə özü onun 35 illik ya neçə illik həyatının göstəricisidir. Həyatının göstəricisidir da. Məsələn, gəlirsən bir yerə, onun girişində bilirsən bunun daxili necə ola bilər. Bu da bunun həyatının son qapısı, bunun keçmişi 30 ili, 32 ili nə olub, necə olub, bu buradan, ağıllı adam buradan dərk eləyə bilər onu. Vallahi inqətətumu yəmini və inni uxami əbədən əndini. İndi o şeir uzundur, bilirsiniz ki, məsələn, gəlir o bəzi yerlərində ki, Cəddin Peyğəmbər bizi müjdələyir, Cəddin Peyğəmbərin dinindən ki, o sadiqəl vəddidir, məsələn, belə müjdəliyir. Bunların hamısı, amma deyir, mənim doğru söz da mən dinimdən müdafiə edəcəm. Çünki Allah mənə vacib elədici ki, mənim dinimi müdafiə eləmək. Düzdür, Əbülfəz əleyhissalam elə bir şücaətə malik idi. Hara geçsəydi də onu əllərini, hələ əmannamə də göndərmişdilər. Hacı, onu demək istəyirəm ki, yəni insan məsələn adətən o çətin şəraitlərdə bilinir də onun xasiyyətləri, onun ən çətin şəraitdə bir tərəfdən İmam Hüseyin əleyhissalamın köməyi yoxdur. Digər tərəfdən qarşı tərəf dəstə-dəstə gəlir, mühasirəyə alıb və belə bir şəraitdə Həzrət Əbülfəzə dəfələrlə təklif olunur ki, sən gəl İmam Hüseyndən ayrıl, yaşayarsan, belə eləyərsən, elə eləyərsən, amma
onun gözündə Hətta məsələn o əmannamə ki var, məşhur məktub deyir, Əbu Fəzl əleyhissalam heç o məktubu almadı da. Bəli. Yəni məsələn bu ola bilər kimsə deyir aldı, oxudu, cırdı, almadı, tutuyor, heç almadı da. Yəni bu da o mərifətin, imamətin qarşısında. Heç cavab vermirdi. İmam Hüseyin ona dedi ki, yəni cavab verdilər. Bəli. Bir də azı o su mövzusu var. Onu mən bir dənə ona da işarə eləyim keçək. Su mövzusu ki gəlir su aparmağa, suyu götürür əlinə. Məsələn o belə məşhurdur ki, Zəkərə Ətəşəl Hüseyin. Bu biraz yerinə oturmur. İmam Hüseynin susuzluğun yadına saldı. Yəni Əbəlfəz əleyhissalam İmam Hüseynin elə bir şiəsi deyirdi ki, hər hansısa bir anda, hər hansısa bir hadisə, hər hansısa bir çətinlik İmam Hüseyin əleyhissalamın vəziyyətin onun yadından çıxardı. Sən bu deyirlər ki, əslində o Zəkərə deyir, Zəkkərədir. Götürdü suya dedi ki, o su götürməmişdi içməyə, İmam Hüseyin əleyhissalamın susuzluğu yadına düşdü, atdı yerə, yox. Suyu götürmüşdü ona deməyə ki, mən səni içməyəcəm. Zəkkərəl Ətəşəl Hüseyin suya izah elədi. Suyun yadına saldı ki, İmam susuzda mən səni içməyə gəlməmişəm. Bu yaxşı izahdır. Bəli. Bu yəni bir izah. Bəli. O yoxsa məsələn İmam Əbəlfəz kimi bir şəxsiyyətdən danışırıq, deyirik ki, gəldi suya çatanda, suyu görəndə İmam Hüseyin əleyhissalamın susuzluğu yadından çıxdı, götürdü, su içəndə yadına düşdü. Bu qədər o tərifə, ondan sonra bu qədər o tanıdığımızla oxşamır bu. Oxşamır. Ona görə və Zəkkərə Ətəşəl Hüseyin. İmam Hüseyin əleyhissalamın susuzluğun dedi ona, suya ki, mən səni içməyəcəm. Bu Əbəlfəz əleyhissalamın mərifəti, ədəbi ədəbindən, məqamından və imamətə bağlılığından cüzi bir hissədir də biz. Çox gözəl, çox əla. Sabah da İmam Səccəd əleyhissalamın mövlududur. Hacı, İmam Səccəd əleyhissalam ki, həm imamdır, Allah tərəfindən seçilmiş bir imamdır. Həm elə bir dövrə təsadüf etdi ki, yəni həm Kərbəla hadisələri, ondan sonra əsarət günləri və ondan sonra ən çətin anlar idi. Yəni İmamın tərəfdarları, Əhl-i-Beytin tərəfdarları pərakəndə oldular. Qorxu bir tərəfdən, həbslər bir tərəfdən, nə bilim, o belə deyək, sıxıntılar, sürgünlər bir tərəfdən, aclığın özü də. Bəli. Belə bir şəraitdə İmam Səccəd əleyhissalam bütün bunları yığır. Yəni İmam öz tərəfdarlarını, Əhl-i-Beyt tərəfdarlarını toplaya bilir. Yenidən elə bir əsas qoyur, bir təsis eləyir. Və İslam marifini sanki yenidən başlayır insanlara çatdırmağa. Və imamın əsas işlərindən biri də həm elmi fəaliyyətidir, həm də kadr hazırlamaq. Yəni əslində ki, biz deyirik, İmam Sadiq əleyhissalam 4000 nəfərə dərs deyirdi. Mədrəsəni İmam Baqir əleyhissalam açmışdı da, demək olar ki. Amma biraz geniş baxanda onun bütün təməlini İmam Səccəd əleyhissalam qoymuşdu. Özdə İmam Səccəd əleyhissalam ən çox imamət eləyən imamlardan 35 ildir də. Mənim zehnimdə deyir, 30-dan çoxdur. 35 ildir imamət. Amma da ondan da çox eləyən imamət eləyən vardı, yoxdur zehnimdə deyir, amma 35 ildir. Özdə 35 il də uzun müddət axı. 35 il uzun müddətdir. Özdə gələrsən o şəraitdən çıxasan, o vəziyyətdən çıxasan, gələrsən siz demişkən Subiyə mənsubi, qutilə mən qutil, öldürülənlər öldürülüb, əsir olanlar əsir olub, sürgünlər olub, zindanda filanda. Bu vəziyyətdə özdə gələrsən, özdə davam edir. Elə bir il Kərbəladan sonra qətlam oldu Yezdin tərəfindən Mədinədə. Düzdür, tapşırmışdı ki, İmam Səccəd Əli ibn Hüseynin evinə kim pənah gətirsə, ona dəymün, nə də evinə dəymün. Ondan qalan, amma Mədinənin küçələrində halal eləmişdi namusları da, qız gəlini də, var dövləti də, ev eşiyi də, hamısının öz əskərlərini. Yəni, davam edirdi. Ondan sonra İmam Səccəd əleyhissalamın dövründə neçə dənə qiyamlar oldu, bəziləri, yəni əksəriyyəti də belə qiyam başa çata bilmədi. Amma imam da belə demək olar ki, hamısı ilə də razı idi. Hətta birinə deyir ki, mən Hüseyin şəhidi Fəxrə deyir ki, mən bilirəm sən şəhid olacaqsan.
Amma sənin qiyam eləməyin lazımdır ki, qoy bu rob, vəhşət, Bəni Ümeyyə qorxusu bu cəmaatın ürəyindən keçsin. Cəmaat görsün ki, bunlara qarşı qiyam eləmək olar. Bu elə İmam Hüseyni öldürdü. Bununla da bunların elə hakimiyyəti axıra qədər davam edəcək. Fəxr sonraki dönəmlərdə təsadüf eləyir, amma İmamın dövründə həmən Zeyd də İmam Baqir əleyhissalamın dönəminə təsadüf etdi də. Şəhid Fəxr də İmam Baqir əleyhissalamın. İmam Musa Kazım əleyhissalamın. Onda mən amma iki dənə böyük qiyam var. Biri Təvvabin qiyamı idi, biri də Muxtarın qiyamı ki, ən mühüm Muxtarın qiyamı idi ki, Kərbala qatilləri Zeydin qiyamı İmam Səccad əleyhissalamın dövrünə düşmür acı. Xeyr. O sonraki dönəmə düşür. Yəni İmam Səccaddan sonraki dönəm İmam Baqir əleyhissalamın dövrünə düşür. Yəni sözüm odur ki, o qiyamlı İmam Muxtarın qiyamının özündə, məsələn, Muxtar Məhəmməd Hənəfiyyə ilə əlaqə saxlayırdı. O özü bir dənə özlərinin metodu idi ki, birbaşa imamın təhlükəyə salmamağa görə bu cürə. Hətta bəziləri oradan Məhəmməd Hənəfiyyənin barəsində bədfikir də olurlar. Çünki məsələn imam bu məsələn də özü imamın yerində görür, ya məsələn də imamdan qabağa keçdi, amma əslən o söhbətlərdən xəbər yoxdur da orada, o mövzular yoxdur. Sadəcə onlar hamısı imamın canını qorumaq, imamın canını hifz eləmək idi. O dönəmdə vacib Məhəmməd Hənəfiyyə də Məkkədə idi, İmam Səccad Mədinədə idi. Onun elə Məkkəyə gəlməyi, Muxtarın zindandan çıxan ərəfələrinə, əvvəldən Məkkədə deyirdi ki, o sonradan gəldi Məkkəyə. Təqribən elə bil bunlar hamısı fikirləşirmir məsələ idi. Məkkədə çox gəl-ged yeri idi, orada da görüş filan da bəs məkanda çox açılmırdı, bilinmirdi. Amma İmam Səccad əleyhissalamın evi belə də çox belə həddindən artıq nəzarət altında idi. Yəni bu cürə bu çətinliklərlə, bu qarşılıqlarla, bu cürə məsələn nəzarətlə İmam Səccad əleyhissalam həm elmi sahələri yapardı, həm elə qiyam mövzularındakı məsələn o mövzular oldu yerində. Demək olar ki, cihad davam elədi. Məktəb növrəsində hazırladı İmam Baqir əleyhissalam üçün ki, İmam Baqir əleyhissalam da o məktəbi açdı və ondan da sonra İmam Sadiq əleyhissalam da o məktəbin tədrisində elədi və elə bu günə qədər də ki, əlhəmdülillah o məktəbdə davam eləyir. Amma biz keçən dəfələrdə də danışanda demişəm də, deyirəm ki, bunları da bilmək lazımdır. O tarixi hadisələr də təhlil olunmalıdır falan. Amma biz məsələn də biraz çox siyasət əhli deyirik, çox təhlilə yadımız biraz körlarıq təhliliyyatı. Amma bizim kimi olduq, o əsas öz sahəmiz, İmam Səccad əleyhissalamiyyə imamətin insanların ruhi tərbiyəsindən ötürü, mənəvi tərbiyəsindən ötürü, günahdan uzaqlaşmağından ötürü, savab qazanmağından ötürü, liqaullaha yetişməyindən ötürü göstərdiyi göstərişlər və verdiyi əmrlər, dediyi kəlamlar ki, ən önəmlisi ya deyək ki, önəmlilərindən biri budur da. Yəni mən indi Hacı elə mən ona gətirib çıxardım ki, məsələn İmam əleyhissalam öz şagirdlərinə, öz dostlarına, Əhl-i-Beyt davamçılarına nələri tövsiyə edirdi, nələr verirdi, nələri tövsiyə eləmirdi, hansı sahəni əhatə eləməyib. O məktəbinin materiallarından, elmindən, o təhsilindən inşallah bir neçə məsələn, bir dənə ictimai demək olar ki, hədis burada mən götürmüşəm belə. İndi siz də yəqin var orada hədislərinizdən oxuyasınız. Bəli, mən də inşallah oxuyacağım. Məsələn, bir ictimai, düz bizim mövzumuz fərddən ictimadır da. Fərddən məqsəd ictimadır. Fərd düzəlir ictima üçün, fərd düzəlir cəmiyyət üçün də. Cəmiyyətsiz yaşamaq mümkün deyil. Yəni Allah bunun təbiətini belə yaradıb. İnsan da mənəviyyatı düzəlir cəmiyyətin düzəlməsindən ötürü. Özü fərd düzəlməsə cəmiyyət də düzəlməz, amma fərdin düzəlsin, otursun deyil. Fərd düzəlib cəmiyyətə çevrilməlidir. Ona görə insan tək olanda öz nöqsanlarını da görə bilmir. Elə ki, geçmişəm filan desməkən, amma adətən insan evlənməmişdən əvvəl düşünür ki, yox, mən hər şey əladır, hər şey qaydasındadır. Amma evləndikdən sonra o ki, birgə yaşayış başlayır,
orada artıq insan öz nöqsanları görür ki, görməyə başlayır ki, abi desən mən tez Mənim belə hikməti də var imiş. Məsələn, mən tez əsəbləşənəm. Məsələn, Bəli. nə bilim, bir hadisə olanda görsən ki, öz dilimə hakim ola bilmirəm. Yəni bu təcrübə də göstərir. Bəli, həqiqəti elədir. Əslində Allah Taala məsələn, üzr istəyirəm, bir dənə biyabandır, bir nəfər maşın sürür orada. Və heç maşında orada sürür. O elə biləcək ki, məndən yaxşı maşın sürən yox. Amma qarşıdan bir dənə maşın gələndə onda görəcək ki, mənə. İnsan tək yaşayanda onun kimidir. Amma ictimai yaşayanda o Həzrət Rəsulullah onu deyir, şəyyəbətnül hud. Hud surəsi mənə qocaltdı. Allah Peyğəmbərə neçə dəfə deyir, fəstəqim kəmə umürtə. Amma orada deyir ki, ətrafı ona verirdi. Yəni, Peyğəmbərin boynuna vəzifə gəlir, bir növ ətrafını da saxlasın, ictimai cəmiyyət qursun. O cəmiyyət qurmaq mövzusunda deyir, şəyyəbətin ruhdur. Hud surəsi, yəni həmin ayə məni qocaltdı. Bu əsas mövzuda odur. Burada da Həzrət deyir ki, İyyakım və sohbətəl fasiq asin. Cəmiyyətdə çox adamlar var da, biz qəbul edirik ki, cəmiyyətimiz hamısı saf deyir də. Yaxşı, hərənin bir eybi var, amma bəzilərinin eybi çoxdur. Məsələn, Həzrətin birinci bu sözlərindən, bu hədisdə budur ki, və İyyakım və sohbətə lasın. Məbada günahkarlarla oturub durasınız. Bir dənə günahkarla bir dəfə bir yerdə oturub durmaq mövzusu var. O da əmri bi məruf, nəhiyyəz münkər eləmək var. Qurandakı ayə varımızda ma sələkəkum fi səqər. Sizi niyə cəhənnəmə gətirdilər? Namaz qılmırdıq, falan edirdik, belə-belə gəlib və nəxuzu məəl xaizin. Biz batil adamlarla oturub dururduq. Yəni, batil adamlarla oturub durmaq, namaz qılmamaq kimi, ondan sonra o günahların cərgəsindədir. Hacı, demək olar ki, məsələn də pis-pis vərdişlər ki, bizim gənclərimiz bəzən gedir, qurşanır. Hamısı pis dostların nəticəsidir. Yəni, məsələn də biz məsciddə indi çox siz görmüşsünüz, biz görmüşük. İndi də elə biz indi bu ruhaniyyət sahəsindəyik deyə adətən o cür problemi olanlar, müşkili olanlar müraciət edirlər, kömək istəyirlər, yol göstərmək filan, nəsihət. Əksəriyyətdə dindirəndədir ki, dostum. Ona görə Əli əleyhissalam deyir də, Əli əleyhissalam kəlamlarında var. Hətta Əli əleyhissalam elə kəlamlar var, deyir, birini tanımaq istəsən dostuna bax. Dostun bu qədər təsiri var. O həmrahın, yoldaşın bu qədər təsiri var. İstər-istəməz o səndə təsir qoyacaq. Özdə acı üzr istəyirəm, o keçən dəfələrdə dedi ki, məsələn, bir vedrə suya bir damcı qan düşür, onu nədis edir, o bunu pak eləyə bilmir. O mikrob, gripin mikrobu nə boydaydı? Koronavirusun mikrobunu bir ili tapa bilmirlər nədir? O boyda aparat falan bəsməcənə. Amma görürsən, nə qədər adamları yıxdıyır. Ona görə pisin təsiri daha çox olur, daha tez olur. Bir də ki, düzdür insanın öz daxili təchiz olunub yaxşılığa tərəf, amma onu əhatə eləyəndə hər tərəfdən pisliklər, ona görə o şey olur da, uduzur. Yəni insan özü uduzdurur. Şeytan da zinətləndirir. Şeytan da o Kümeyl duasında var, ki deyir, nəfsin bunu istədi, gedişatda buna kömək elədi. Və əsədə əl-azalikəl qəza. Bu qəza qədər gedişatda şərait yaratdı. Mənim o nəfsimin istəyinə. Ona görə o yoldaşlar, dostlar, o qədim elə, indi də olar inşallah. Məsələn, uşaq məktəbə gedəndə, evdən çıxanda, bir yerə gedəndə, məsələn də deyirlər, gedib hər uşaqla oynama, hər adamla oturub durma da bu. O da elə bizə imamət, nübüvvət məktəbindən gələn Həzrət dedir ki, İyyakım və sohbətəl asin, nə badə günahkarlarla oturub durasınız və məunətəz zalimin, zalimlara kömək eləyəsiniz və müzavirətəl fasiqin, hətta fasiqlərlə deyir, qonşu da olmayın. Bu mücavirət, qonşuluq burada ümumi mənadadır. Elə həm qonşu olmaqda, həm də elə məsələn də ümumi elə yoldaşlıq mənasındadır. Gördünüz mü, uzaqlaşın biraz. Çünki o sizə təsir qoyacaq. Ondan sonra buyurur ki, İhsəru fitnətəhum və təbaadu min sahətihim. Onların fitnəsindən çəkinin, onların ətrafından uzaqlaşın. Və ələmu ənəhu mən xaləfə avliya Allah və danə bi qeyri dinillah
Vəstəbəddə bi əmri dun əmri vəliyillah fi narin təltəhifu təkulu əbdanın. Deyir, bir günən kim Allahın dostları ilə müxalifətçilik eləsə, Allahın dinindən başqa bir dinlə dindar olsa və Allahın əmrlərindən uzaq olsa, Allahın vəlilərinin əmrinə yaxın olmasa, finarin, Həzrət elə birbaşa cəhənnəmin özündədir. Finarin təltəhibu, o cəhənnəmdədir ki, alovlanır, özdə təəkkulu əbdanən. O bədənləri yer od, bədənləri əridir. Vəttəqunarən və quduhən nasu vəl hicarədə. O oddan deyir, bu dünya odları nədir ki? O oddan qorxun ki, onun yanan materialı, deyək, qazı, odunu, daşlardır, bir də insanların öz bədənləridir də, öz insanlardır. Həzrət deyir, gətirib o yerə çıxardacaq sizi və öyle bir adamlar ki, qələbət əleyhə şiqvətuha. Cəhənnəm onları yandıracaq ki, onların bədbəxtçiliyi onlara qələbə eləyib. Yəni, o günahkarlardır, fasiqlərdir, o cürə insanlardır. Onların pislikləri, bədbəxtçilikləri onlara qələbə eləyib. Siz də gedib onlarla oturub durmayın. Niyə? Yanarsınız. Yanarsınız. Məsələn, o qədim mollalarda bir dənə misal var idi acı. Deyirdi ki, məsələn, o yaxşı ilə pis ilə oturub durmaq misalında deyirdilər ki, Əshab-ı Kəhfin iti ilə Həzrəti Nuhun oğlunun misalını çəkirdilər. Deyir, Həzrəti Nuhun oğlu pislərindən icən getdi, onlarla yoldaşlıq elədi, dostluq eləyirdi. Onlarla Həzrəti Nuhun sözünə baxmadı. Nuh kimi, hələ əvvələ Nuh axsaqqal kişi idi. Elə deyirlər, elə deyirlər 350 yaşında Peyğəmbərlik verilib, belə bir söz var. Yaxşı, ya 350 idi, Peyğəmbərlik eləyirdi, bəla gəldi. Və bəla istədi Allahdan. Ağsaqqal kişi idi, atası idi, Allahın Peyğəmbəri idi. Möcüzə də göstərirdi və möcüzəsini də elə göstərdi. Dedi, su basacaq, belə olacaq. Adam da görür axı. O dediyi vaxt su gəldi. İndiki məsələn, bu hava proqnozunu deyənlər kimi demirdi o. O deyirdi ki, məsələn, filan saat gələcək. Düzdür, indi də elmi dəqiqliklə deyirlər. Amma bunun dediyi əlamətlər də yəni bunlar nə bu cürə yağış görməmişlər, nə bu cürə tufan görməmişlər. Göydən sel elir, yerdən də su qalxır məsələn. Onu görə deyirdi ki, şeydir də, yəni Həzrəti çıxıb deyərəm, çıxıb dağa, Yasimun, sudan məni qoruyar. Bilmir ki, suyun qarşısında deyər, bu günləri heç kimi qorumayacaq, bir bu gəmiyə minənlər qorur. O nəyin hesabına Nuhun oğlu yerə gəldi, çıxdı, o yaxşı pislərlə oturub durmuşdu. Bu yandan da Əshab-ı Kəhfin itidir, düzdür, indi heyvandır, onun aqibət, qiyamət mövzusu yoxdur. Amma görürsünüz, 5 dəfə, 6 dəfə Quranda Allah onun adını çəkib. Bəzilər deyir, 3 nəfərlər 4-cüsü itdi, bəzilər deyir, 4 nəfərlər 5-cisi itdi, bəzilər deyirlər, 5 nəfərdə 6-cısı itdi. Sonra da deyir ki, o kəlbuhun basitun ziraihi bilvəsid. Onu da deyir orada. Yəni, bəli, o da niyə deyir, o da yaxşıların dalıcan getdi, yaxşılarla adı çəkilir. O budur. İnsanların yaxşısı ilə oturdurmaq. Qədim mollalarda mən dəfələrlə məclislərdə eşitmişəm. O Sədi Şirazinin bir şeiri var. Deyir ki, mən bir torpaq edim, bir müddət gülünəm deyir, həmnişin olmuşam. Beqofda mən gili naçiz budam. Hamamda bir gün əlimə bir palçıq verdilər. Bu qədim o gil imişlər, o şey iyiliymiş. Ruzi dərəm mamrəsid bedəstəm gili, əz dəsti məhbubəm bedu qoftam çö müşki ya ibəri. Bir gün hamamda deyir, mənə bir oğuz palçıq verdilər də sabun əvəzi. Baxdım, gördüm, qəşəng iyi gəlir. Ona dedim ki, sən müşksən, ya əmbərsən. Beqofda mən gili naçiz budam. Və lakin xeyli bağol nişəstəm. Mən elə ayaq altda qalan palçıq idim. Amma güllə çox oturdum, durdum. Kəmal-i həmnişin bər mənə sərkət və gərinə həman xakəm kəsdi. Mənim o həmnişinimin, dostumun kamilliyi məndə təsir qoydu və elə mən elə həmin ayaq altında qalan nəyəm? Gülün qoxusu deyir, mənə qonub. Bəli. Mən gülür. O deyir ki, eşeği atın yanında bağlasan, həm rəng olmasa da, həm xasiyyət olar. Pis, bəli. Bu belədir də. Məsələn, biz uşaq vaxtı mal-heyvan çox otarmışıq. O da acı görmüşəm mən orada. Görsən, o heyvan güclə, dişi ilə yerdən otu qopardı. Gəlib bu hündürlükdə məsələn ot
göm-göy. Bəli. Heyvan keçir üstündən gedir. Niyə? Baxıb gəldi o təzəyin üstədir. İnəkliyinə onu iyiləyib keçirdi. Bəli. Amma insan bəzən elə suqut edir, o şeylərə heç ondan pisinə də riayət eləmir, heç əksin də əmələ gətirir. O cürə. Hacı, burada bir şey var, deməli, hədis var İmam Səccad əleyhissalamdan. 2 dənəsini hacı istəyirəm oxuyum. Buyur ki, Məcalisu salihin daiyetun ilə səlah. Bəli. Sən salih insanlarla oturub dursan, Çəkəcəksən. o səni yaxşılığa doğru Çəkəcək. Daiyyətin vadar eləyəcək. Düz daha söz. Orada daiyyətin çəkəcək, çağıracaq bir mənası da vadar eləyəcək. Bəli. Bir də görəcəksən onların içindəsən. Necə adam bilmir, bir də görür ki, batıb bulaşır. Elə o cürə də elə onun kimi. Sonra deyir ki, və adabul uləma ziyadətun fil aql. Bəli. Əqlə çoxaldacaq. Alimlərlə bu cür ədəb, ərkanla gedib oturub dursan, onların nəsihətlərində, onların məclislərində iştirak eləsən, sənin ağlını çoxaldar. Orada 2 dənə üzr istərəm məna var. Ziyadətun fil əql. Həm ağlı çoxaldacaq, həm də ağlın çoxluğuna dəlalətdir. Yəni, bu ki, elə gedib sən cahillə oturmursan, alimlə oturursan, bu özü ağlının çoxluğudur. Təbiidir ki, o ağlı da çoxaldacaq orada. Hədis var Həzrəti Rəsulullahdan, az indi ardın oxuyarsın inşallah. Yox, ardın oxumayacağım. Hələ bu mövzumuza aid bu idi deyə. Bəli. Həzrət deyir ki, bir zaman gələcək, mənim ümmətim alimlərdən qaçacaqlar. Kəma fərru, səhv eləmirəmsə ibarət belədir. Əl-qənəmu minəzzib. Yəfirrunə minəl-üləma kəma yəfirrul-qənəmu minəzzib. Mənim ümmətim gəlib alimlərdən qaçacaq, uzaqlaşacaq. Necə qoyun canavarı, təhqir mənasına deyir, o istəyir qorxunun şiddətini göstərsin. Qoyun canavardan qorxub qaçan kimi mənim ümmətim nə edəcək? Alimlərdən qaçacaq və Həzrət təəssüf edir ki, vay heyf o gündən. Heyf o gündən. Yəni, o ki, məsələn, indi siz orada bir dənə əlaməti, 2 dənə əlamətin oxudunuz da alimlərlə. Bizim başqa hədislərdə, mənbələrdə çoxdur ki, alimlə oturub durmaq. Alimin qapısına baxmaq ibadətdir. Qapısına baxmaq, üzünə baxmaq ibadətdir. Bəli. Çünki insanın kamilə çatmasına, insanın düzəlməsinə. Bəli. İnnəmə yaxşı Allah'a min ibadihi əl-üləma. Allah Quran-ı Kərimdə xüsusi Allahdan ən çox o demir, ondan başqa yetişim qorxma. Xüsusi vurğulayır ki, Allahdan qorxanların rəhsində, sədrində, başında alimlər dayanır. Yəni, biz elə başa düşməyək ki, məsələn, hər alim ki, alimdir deyə, sırf elmi məlumatları... Onu da izah eləyib, daha elmi məlumatları özündə toplayıb deyə, sən gedəsən, məsələn... Onu da deyir, hədisdə Həzrəti Rəsulullah deyir də, indi neçə dənə söz deyib, yadımda olan deyir, biri mənzəri Allaha yada salar. Üzünə baxanda Allah yada düşər. Əməlinə baxanda Allah imanın çoxala. Neçə dənə şey deyib də, elə ikisi mənim yadımda olan deyir, o alimlərdən söhbət gedir ki, üzünə baxanda Allaha adam yad eləyir, əməlinə baxanda imanın çoxalır. Necə Quranda deyir, möminlərin barəsində İzatuliyyət əleyhim ayatul rəhman ya ayatullah zadəthum imanən. Ayatuhu zadəthum imanən. Elə ki, onlara deyir, Quranın ayələrini, Allahın ayələrini oxudun, imanları artarlar. Və sonra əvvəla Rəbbihim yətəvəkkəlun da var. Allaha təvəkkülləri çoxallar. Təfizu eynuhum minə-dəm. O da var ki, Allah qorxusun. İzatuliyyət əleyhim ayatu vəzilət qulubuhum. Qəlbləri qorxar və gözləri yaşarar, gözlərindən yaş gələr. Bunlar hamısı elə bil o əlamətlərdir, Allahın ayələrinin əlamətləri. Eyninə bu mövzular alimin barəsində də var. Necəsi ki, üzünə baxanda Allah yadıma düşsün, əməlinə də baxanda imanın çoxalsın. Yəni, əməlinə baxanda imanın niyə çoxalacaq? Əməlinə baxanda əməl eləyəcəksən, o cəhətdən də nə edəcəksən? İmanın çoxalacaq. Və illa belə baxanda bəl, əmübaruğa ya məsələn, Şəlməqani ya Zöhri, bunlar hamısı da alim idilər də elə şey. Nəsə, çək onlardan. Buyurun, oxuyurdunuz. Bir dənə də hədis acı var. Vaxtımız var. 3-4 dəqiqə.
Bu hədis yoxdur da. Adamlar yoxdur. 4 dəqiqə vallahi dedən də vermirəm də. Bir dənə hədis də acı burada 3 dənə xislət deyil möminlərin barəsində. Salasun men kunne fihi minel mu'minin. 3 dənə əməl var, xasiyyət. Möminlərdən kimdə olsa, hələ xasiyyəti deməmiş, o xasiyyətin nəticələrindir. Nəticələrindir, təsirlərindir. Kana fi kənəfillah. O Allahın himayəsində olar qiyamətin günündə. Və əzəlləhullahu yevməl qiyamə fi zillərşi. Qiyamətin istisi filanı mövzusu belədir. İndi o gün sönəcək, amma orada isti nə isti olacaq, amma görürsünüz ki, möminlərin barəsində danışanda həmişə Allah kölgəsi, Allahın ərşinin kölgəsi. Yəqin orada bir ya ərş kölgəsi, yəni rəhmət kölgəsidir, ya da nəsə bir istilik var. Bu burada kölgələnir. Yaxşı deyir və Allahın rəhmət ərşinin kölgəsində olacaqlar. Və amənəhu min fəzəil yevmil əkbər. Quran ki, fəzəil yevmil əkbər deyir. O qiyamətin böyük ağırlığı, çətinliyi. Həmin o böyük fəzədən, böyük çətinlikdən də Allah Taala nə edəcək? Onu amanda saxlayacaq. Yaxşı, o qorxu. Fəzə bir mənası da qorxudur da. Hətta həddindən artıqdır. Həzrət Rəsulullah deyir, qiyamətdə hamı ayaq-yalın başa açıq olacaq. Müsələmə deyir, arvadlar da deyir, mən məhrəm, naməhrəm deyir, orada heç onu fikirləşən olmayacaq. Orada bir qiyamət olacaq ki, heç adam, Quran deyir ki, hamilə qadın uşağı dünyaya gətirsə xəbər olmayacaq. Orada naməhrəmə baxmağa hal var adamda. O dünyada Allah bıraxıb ki, sən yaxşı şey qazanasan, gedib pis şeylərlə məşğul olursan. Qorxusu qiyamətin odur. Yaxşı, nədir o işdən əməl? Deyir, biri budur ki, mən əta min nəfsihi mahü və sailuhum li nəfsi. Adam başqaları ilə rəftar, bu da ictimai bir mövzuda. Başqaları ilə rəftar eləyəndə, başqalarına nisbət elə rəftar eləsin ki, özünün başqalarından o gözləntisi var. Mən necə istəyirəm ki, sən məndən necə rəftar eləyəsən, məndən necə salam verəsən, məndən, məsələn də yoldaşlıq eləyəndə mənə qarşı nə eləyəsən? Onu gərək birinci özüm eləyəm. Bir növ empati gərək qurasan, özünü onun yerinə qoyasan. Nə gözləntin varsa sənə qarşı, onu özlə gərək əvvəlcədən özün eləyəsən. Yaxşı, bu birdir. Özdə acı bu Allahın işinə yarayan bir şey deyil. Hətta bizim bütün ibadətlər kimi öz Allah Taala görürsən, acı necə sağlam cəmiyyət qurur. Elədir. Bizim məsələn indi məsələn də bizim bu dini cəza qanunlarımızı bəziləri kobudluq filan ya da adlandırırlar. Yəni bizim mövzumuz birdən o olsa, biz o cəza qanunlarının içərisində nə qədər hikmət var, nə qədər fəlsəfə var, nə qədər tərbiyə edici amillər var. Ondan islah eləyən, elə evin içində, cəmiyyətin içində islah eləyən. Yaxşı, bunlar cəza ondan ötürüdür. Məsələn, bizim Azərbaycanda türmələrin adı nədir? İslah əmək koloniyası deyirlər də, islah. Yəni islah eləməkdən ötərədir. Əslində bu adam özün cəmiyyətdə apara bilmir, aparırlar orada düzəld, islah elə, sonra qayıdacaq. Bu indi İslamdakı, məsələn qisas barəsində nə deyir? Qisasa hamı kobudluq kimi baxır, amma Quran nə deyir? Və ləkum fil qisası həyatdır. Orada həyat var. Yaxşı, indi o bağışlayanda da Allah Taala da o heç o yerindədir. Burada da bu bizim özümüz üçündür. Mənim gözləntim budur ki, sən mənə hörmət eləyəsən. İmam Səccad əleyhissalam deyir ki, özün, o işdə özün iqdam elə. Mən də səni hörmət eləyəcəm, səndən də hörmət görəcəm. Yaxşı. İkincisi, mən deməli sənə hörmət eləyirəm, sən mənə hörmət eləyirsən. Allah da deyirsiniz ki, mənim 2 dənə bəndəmsiz, barışdınız, bir-birinizə hörmət eləyirsiniz. Mən də 3 dənə şey vədə verirəm sizi. Ərşimin kölgəsində saxlayacağam. O fəzai əkbərdən qoruyacam sizi. Ondan da sonra daim mənim himayəmdəsiniz. Adsız yedizdirəcəm, susuz su verəcəm. Hələ burası dünyaya da aiddir. İkincisi, və rəzulən ləm yuqəddim yədən və la rizlən hətta yələmənnə fi taətillah qəddəməha o fi məsiyyəti. Bu İmam Baqir əleyhissalamla da acı bir dənə hədis varımızı deyir, seyyidül əmalı səlasətun, əməllərin ağası, seyyidi 3 dənədir. O birisi 2 dənə nəşim yoxdur. Biri də budur ki, insan addım atmamış, bir işi görməmiş,
fikirləşir, görün bu Allahın razılığı vardır, addım atır. Yoxdursa addım atmır. Deyir, əməllərin ağasının biri də budur. Burada da həmin məsələdir. İnsan əlin tərpətməmiş, ayağın tərpətməmiş, əvvəldə fikirləşir, bu taatullahdır, yoxsa məsiyətullah. Allah'a itaat eləmədi, yoxsa Allah'a günah eləmədi. Onu bilib sonra hərəkət edir. Yaxşı. Nəhayət üçüncüsü də ki, və rəzulun ləm yəib əxahu bi'eybin hətta yetrükə zalikəl eybə min nəfsi. O adamdır ki, heç bir dostun, heç bir tanışın, heç bir qardaşın bir dənə eyblə eybləndirmir, ya bir dənə eybinə görə danlamır, tayin ki, o eybi özündə islah eləyir, özündə təmizləyir, sonra başlayır başqasına deməyə ki, sən də bu eybi tərk et. Laf desə ki, mən də elə o cür eydim, tərk etdim məsələn, görürəm ki, bu ondan yaxşıdır, bəlkə biraz da artıq təsir edir. Bu 3 dənə əməldir. Biz özümüz üçün eləyirik, cəmiyyətçimiz üçün eləyirik, ailə uşağımız üçün, qohum əqrabamız üçün, kəndimiz üçün, qəsəbəmiz üçün eləyirik. Sağlam bir dənə cəmiyyət yaradırıq. Allah Teala da baxır bunun müqabilində bizə gör nə verir. O şeyi ki, Allah vədə verib, dünyanın hamısı yığışa bir nəfər üçün onu himayəsində saxlaya bilməyəcək. İstəsə qiyamətin günündə o kölgəlikdə saxlaya, onu da bacarmayacaq. Yaxşı. İstəsə məsələn, üçüncüsü nə idi? Hacı, üçüncüsündə hacı, bu məsələ ki, eybi özündə deyir, uzaqlaşdırsın, sonra tövsiyə eləsin ki, sən bunu etmə. Əslində baxanda bu təsir baxımından siz dediyiniz kimi ən gözəl bir təsir mexanizmi. Ben Həzrət Rəsulullah xurma məsələsidir. Yəni özün tərk eləməsiniz təsir də eləməyəcək. Çünki məsələn, adətən pis vərdişlərə, o müəssisələrə, o müalicə yerlərinə kimi məsələn aparırlar. O adamlar ki, bu yolda uğur qazanıblar. Məsələn, əvvəl pis vərdiş sahibi olublar. Sonra tərk ediblər və sağlam həyata dönüblər. Əyani vasitə sahibdir. Əyani şəkildə onu gətirirlər. O danışanda daha çox motivasiya verə bilir. Və yaxud məsələn görürsən ki, bir elmi bir sahədə bir şey ixtira eləyib, ya uğur qazanıb, o gəlib tələbələrə danışanda, ya o gəlib onlar əyani vasitədirlər də. Məsələn, Peyğəmbəri niyə görə deyirdi və Ləkum fi Rasulullah usvetun həsən. Həzrət Peyğəmbər üsve-i həsən idi. Əli əleyhissalam nümunə idi, özdə əyani surətdə. Nəzərisini də onlar gətirmişdi. Əməlisinə də əməl eləmişlər. Özdə bir var məsələn bizim kimi bir gün orucu tutdu, qaldı Allaha. Şam namazı qılmışı, qaldı Allaha. Bilmirik ki, qəbul oldu, olmadı. Hətta o qəbul olmaq təsirində özümüzdə günahlarımız qoymur hiss eləməyə. Bizdən günahlarımız az olsa, o orucumuzun, namazımızın qəbulunun təsirini görərik özümüzdə. Hələ heç o təsiri də görəmirik. Amma bunlar həm gətiriblər, həm əməl eləyiblər, həm də təsirlər bunlarda görükür. Əyani vasitə kimi Allah deyir ki, bu yaxşı. Bu Peyğəmbər. Baxın görün, bunun nəyə çatışmır? Düzdür, indi bir dəstə bədbəxt adamlar var, iddia edirlər, Peyğəmbər də günah eləyir. O da ondan oynası yoxdur. Özdə deyir ki, siz Peyğəmbəri məsum bildiyinizə görə Allaha cavab verəsiniz. Elə bil, mən sənə demişəm, yaxşı adamsan, qiyamətin günündə ona görə cavab verməli. Gərək mən deydim ki, sənin də pis xasiyyətlərin var. Özdə bunu istəyirlər, qabardıb ortalığa çıxardarlar. Hacı, bir dənə də söz deyim. Bizim vaxtımız qutarıb. Hacı, məsələn, bu indi bu nəsihət verənin tərəfindən məsələyə yanaşıb da ki, yəni nəsihət verən, hər hansı bir məsləhət verən yaxşı olar ki, birinci özü əməl eləsin. Yaxşı olar, yoxsa vacibdir. Bəli. Yəni istəsən təsir qoysun, odur. Amma məsələn də bir də var nəsihət alan tərəfdən məsələyə yanaşaq. Nəsihət alan belə düşünməsin ki, yox, bu adam əməl eləmir. Bəli, o da onun vəzifəsidir. Əməl eləmir, o mənə o sözü deyə bilməz və nəticə etibarilə onun dediyi nəsihətləri, onun dediyi məsləhətləri rədd eləyir. Yəni, əslində, məsələn, bir ata, bir öz övladına, məsələn, hər hansı bir şey nəsihət eləyir. Amma özü, yəni də, əməl eləmir də, özü indi olub da... Yəni, uşağın, atanın əməl eləməməyi, o nəsihət eləyənin əməl eləməməyi, gərək o nəsihət olunana bəhanə olmasın. Gərək onda, məsələn, şəkər xəstəliyi olan həkimin yanına ki, özü şəkər həkimidir. Özündə şəkər xəstəliyi var. Heç kim getməsin ki, sən özün şəkər xəstəlisən. Yaxşı. Baba saça tüşəkdirirlər.
Və əkən məsələn keçəldir. Heç kim getməsin onun yanına, bunu məsələn belə. Adam bu indi öz başına əkməyib, cəmaatın başına əkib çıxıb da. Bu başqası müalicə eləyib də. İndi özün də müalicə eləyir. Olunmur. Yəni o tərəfin düz qəşəng bir nöqtəyə işarə elədiniz. Yəni düzdür. Gərək deyən özü əvvəl desin, əməl eləsin. Onun həm deməyə haqqını daha çox aparır ki, ayə də ona deyir ki, şeydir də, mən yəhdi iləl haqqı haqqən yüttəbə, bəli, mən la yəhdi iləl yoxda. Ki, deyir o, hidayət olunan daha haqdır sözü deməyə və qulaq asılmağa. Amma birdən indi fərz eləyək də, cəmiyyətdə gəldi bir nəfər yoxdur. Neyniyək? İndi mənə mən heç kəsə nəsihət qəbul eləmir. Məsələn, qəbul eləməyək. Amma halbuki başqa cəhətlərdə qəbul eləyirik. Başqa yerlərdə qəbul eləyirik. Elə bil ki, məsələn, bir adam yaxşılıq eləyir. Bunun vəzifəsi budur ki, heç bir təmənnası olmasın. Elə deyil. Nə təşəkkür gözləsin, nə bir təmənna gütsün, nə minnət qoysun. Allaha xatir bu adam. Bu yaxşılıq eləyən tərəfdə. Amma qarşı tərəfin vəzifəsi nədir? Qarşı tərəf ki, təşəkkür eləməsin. Nə olsun ki, bunun tələbi yoxdur? Nə olsun ki, məsələn, bunun bir təmənnası yoxdur? Amma qarşı tərəfin də vəzifəsi var axı. Bir dənə də mövzu açdım. İndi mən danışdırırsınız belə axşam basarı. Bir dənə də mövzu budur ki, cəmiyyətdə var. Bizi nəsihət eləyib, haq yola çağıran, ondan sonra düz yola çağıran, cəhənnəmdən xilas edən adamlara barmaq uzadırıq, deyirik ki, heç sən onun özün əməl eləmirsən, gəlin mənə deyirsən. Amma biri ki, o siz dediyiniz variantda gətirir ki, verməlidir, Allahın verdiyindən infaq eləməlidir, minnət qoymamalıdır, orada-burada deməməlidir, ondan sonra bu formada verməlidir, elədir. O gətirir, verəndə minnət də qoyur, hətta bəzən təhqir də edir, ondan alırıq, təşəkkür də edir, çox sağ ol. Bəli. Amma məsələn, təmənnasız formada, məsələn, gəlib ona deyəndə ki, bu işi eləmə, tez başlayır. Sən bənim özün tərcidir. Madəm bunu məndən soruşsan, dünənlər o sənə biri, o məsələn də 2 dənə toyuğu gətirdi, səni də təhqir elədi, çıxdı, getdi. Niyə onu qaytarmadın dala? Bu mövzu da var. Düz. Hacı, çox sağ olun. Gözəl mövzulara toxundunuz, gözəl mövzu etdiniz bizi. Allah razı olsun sizdən. Bir daha bayramınız mübarək olsun. Amin inşallah. Çox sağ olun. Allah'a emanet olun. Bayramınız mübarək.